Herkese salam dostlar, YouTube kanalıma hoş geldiniz. Ben İsmail FF yeniden bir yerdəyik. Əslində 6 ay sonra qayıtdım. Nəysə, bununla bağlanacağıq. İlk növbədə dostlar, xoş gəldiniz. Necəsiz? Nə var, nə yox? Vəziyyət, əhval, keyf. Dərslər necə gedir? Kaş mənim də dərs oxuyan vaxtlarım olardı. Nəysə, necəsiz? Nə var, nə yox? Nə qədər var? Nə qədər var keçdi? 2-3 həftə keçdi ona deyən. Yeniden qayıtdım dostlar, bir 15 günlük. Çünki xəstələndim orada. O biraz məs ki əsgərlik çəkdiyim yer biraz soyuq olduğu üçün xəstələndim və məni 15 günlük məzuniyyətə buraxdılar. Bilənlər bilir, o əsgərliklə bağlı çox məlumat vermək istəmirəm sizlərə. Və dostlar, yenidən qayıtdım, bir 15 gün buralardayım yenə, sizlə bir yerdəyəm inşallah. Videoları bəyənib kanala abunə olan və kanalı daima aktiv tutan dostlarıma, qardaşlarıma, gözəl insanlara buradan təşəkkürlərimi bildirirəm. Yəni ki, deməmişdən qabaq çatdırmışdım ki, yəni kanalım dostlar, mən gələn 6 ay içində daima aktiv bəyənin, paylaşın, xalaoğlu, əmioğlu, sinif yoldaşı, nə bilim, belə paylaşın, hamısını bir-birinizdən aktiv tutun. Bir takipçim istiatır qəbul eləyək, videoya düşək. Bari deyə sevindirək onu ki, salam, videodayam. Dostlar, gördüyünüz kimi mən Təhlükənin klanındayım. Dostlar, yəni bu klanda gələ bilərsiniz. Yəni daima aktiv olan bir klandır. İstəyirsiniz gəlin qəşəng kasıb eləyin. Yəni dostumuzun klanıdır. Yəni ki, Azərbaycanlı hamı bir-birinə dəstək olmalıdır. Nəsə, dostlar, bəzi şeylər yayılıb. Bəyəxlarım sizinlə bir yer danışacağım. Ya da onu bu videoda danışmayacağım. Bu platformadakı bəziləri mənim haqqımda gizli danışırlar. Onun da videosunu çəkəcəm. Çox maraqlı videolar olacaq. Takipdə qalın, bəyənin. Qəşəng videolarımız, söz söhbətlərimiz olacaq. Oyun videoları, söz söhbətlər. Əslində burada əyləncə kanalıdır. Amma bu əyləncə kanalının məqsədi davadalaş kanalı deyil, balasından ötəri. Mən sizin hamınıza burada video atsam, burada gəlib bu kanalla pozğun xana. Ona görə də mən eləmək istəmirəm və yazırsınız bala. Bu platformada mən saldığım xananı heç ancaq adminlər sala bilər, başqa heç kim. Mən saldığım xananı heç kim sala bilməz burada, adminlərdən başqa. Nəysə dostlar, onlara deyirəm ha sözümü. Hansı ki mənim haqqımda cic danışırlar ha orada burada. Bəzi deyəcəm indi. Söz söyləmək istəmirəm ilk videomda dostlar. Nəysə, gördüyünüz kimi hesabda aktivdir. Bir dənə pası xalam oğlunun pul çatmadığı üçün ala bilməmişdi. Onu o dəfəki videolarda sizlərə çatdırmışdım. Belə hesabda etkinliklər baxaq görə təzə nələr gəlib. Burada neydi onun adı? Qabağına tıtı qoyarsan. Hesab qoyarsan YouTube-ya. Gözlə danışıram videoda. Nəysə dostlar, görək birinci nələr gəlibdi. Baxaq görək 35-ci sezon gəlibdi. Xalam oğlu Elmas 4-ə kimi kasıb sağ olsun. Bunu onsuz da bilirdik. Bunun şey eləyəndən sonra, kahraman olandan sonra 35-ci sezonda bu ifadəni verir. Neyniyək? Burada nələr var? 1600 elmas bəs eləyər. Ən azı burada 1300 elmas lazımdır. Bu dostlar, bu gördüyünüz kimi. Burada 1300. Burada nə var? 50 sermaye. Özümə bir dənə qız oyuncu axtarım, belə şeylər çəkməyib bəlkə. Dostlar, bu elmas xərcləmə videosunda sizə görə 1661 elmasım var və mən də bir dənə aylıq vuracam yenidən təzədən. Sizə görə bu elması xərcləyirəm dostlar. Bu videoda sizə görə bu elması xərcləyirəm. Yumruq deseni arasında qalmışdım, amma o hesabda yumruq deseni var, amma belə qəşəng ifadə yoxdur. Ona görə də bir çevirmə. Bir çevirmə daha. İndirimli gözəl bir çarkımız var. Bir çevirmə daha.
ve bir çevirme daha ay bile bir çıxsın ala. 30 çevirme lazımdı buna. 30 çevirme. Elmaslar gedir. 4 çevirme sonra dostlar güzel bir ifade bizi gözlüyor. Videoyu beğenip kanala abone olmayı unutmayın. Yani gücüm satan qədər baxın, gəlişimin səbəbinə bu elmasları da xərclədim ki, gözünüz qalmasın elmaslarda. Və dostlar, gözəl bir ifadə, inşallah gözəl bir ifadə, bir qız oyuncusu ilə, qız fanatı ilə gözəl bir video çəkərik və nə gəldi? Oy billə. Bomba kimi brat. Qəşəng bir ifadə. Heç nə olmaz. Elmas problem deyil. Yeni elmas vurarıq biz. 541 elmasımız qaldı. Nəsə heç nə olan deyil. Elmas takipçimizlə elmas xərclədim. Həclədim. Nəysə. Deməli girək karakter yerlərinə. Karakter yerinə idi Allah estağfurullah. Kolleksiyona girək və bu ifadəmizi, gözəl ifadəmizi kuşanaq. Artıq bir ikili ifadə var hesabda. Bu çox gözəl bir şeydir. Bunu necə kuşanaq la? Bunu hansın yerinə kuşanaq? Nəzəmlə fikirləşim. Hələ ki ördəyin yerinə kuşanaq. Takipçimizə deyirəm. Gəl məndən təmasa keç. Oy belə, çox pizzes bir şeydir axı. Amma o biri daha qəşəngdir. O biri çıxsa lap qəşəng olardı. O qəşəng oynayır. Deməli belə, bu qəşəng ifadəmizi də aldıq. Video çəkirəm də, nə istəyirsən ona görə. Həqiqətən. Yo, yalandan qaqa. Nəysə, o da videoda sizin görərsən, brat. Videomuzun neçə dəqiqəsi getdi? 7 dəqiqə. Nəysə dostlar. Yəni icazə ver. Nəysə dostlar, mən 15 gün burada olacağım və 15 gün ərzində çalışdığım qədər, bacardığım qədər, əlimdən gələn nə qədər video var satmağa çalışacağım. Videolarımı bəyənin ki, kanala abunə olun ki, gözəl yorumlar yazın. Bir dənə qız tapaq görəyim. Dünyadakı tək varlıq. Yönlü yoxdur da bu arabada. Bir dənə çağıraq görək. Salam. Videoda qızla da şey eləyirdim. Ne oldu Allah? Bir dənə görək bu qız bizdən şey eləyir. Mən pərt eləmədi Allah, videodayam. Qız deyəsən səssiz danışıyordu yoxsa? Nəysə başım bırax, sənin də var yo bu olsa da ergən olduğu bilinir. Buna bax, dostlar sileyim məni. Daş sənin başına. Bu platformada niyə bilət özünə hörmət eləməyənlər doludur? Niyə də bax sən kimlər?
Sən kimlə? Mən gedirəm takip. Mənim takipçilərim var Ecücüm. Nə etmək qızı? Nəysə, dostlar, gözlərim arkadaşlarıma bir oyun yalnız kurt oynayaq. Bir dəqiqə, bir oyun yalnız kurt oynayaq. Üzrlü saysın qaqamda məni. Bir oyun yalnız kurt oynayaq görək. Bir oyun yalnız kurt oynayaq və gözəl videomuzu yekunlaşdıraq. Onsuz da çox videolar gəlsə də gözlədən qaqa oynayıram, oyundayam. Olsa videoma düşmüsən lan. Bu internet niyə belədir ya? Güllər solar, ətri qalar əllərimizdə. Nəğmə gedərsə. Mən o platformada mənim haqqımda gec-gec danışan bəzi gözləyin, əsas o videoda deyəcəm, nə varsa, nə. Bu videoda söz söyməyəcəm. Özümə söz vermişəm. Bu videoda qəti şəkildə söz söyməyəcəm. Gələn videoma çox maraqlı olacaq. Onu deyim ki, takibdə qalmağı və bildirimləri açmağı unutmayın. Gələn söz-söhbət videomuz maraqlı olacaq. O bəzi özünə hörmət eləməyən qız oyunçularla davalarımız yenə davam edəcək dostlar. Bəzi özünə hörmət eləməyən qız oyunçular, bəli, doğru eşitdiniz. O qız oyunçuları mən layiqli bir şəkildə cəzalandıracağam. Bu platformada onlara rahatçılıq verməyəcəm. Deyə biri bəyək qavağıma çıxdı. Ey, ora düzəməlli bir şey yazın. Ay, Allah evini tiksin. Ora niyə elə şeylər yazıb cəmaatın balasını pozursan burada? Ananın gülüşü nədir? Nə demək istəyirsən sən indi? Oranı oxuyan bəlkə sənin nəslivi, köküvü, varıvı, yoxu və bəcdadıvı söydü, batırdı. Dedim söyməyəcəm, amma söyürəm bilmədən. Nəysə, ay bilə, o donuq flaşı atmadı, ay dostum. Donuq flaşı belə atırlar, Bax, indi deyəcək o sənin canına vuracaq. Dedim demən. Qaqa, mənim kimi profesional oyuncusu yoxdur da. Bax, bir aydır Gücbəlayla hassasiyyət yığmışdım. Hassasiyyət də pox kimi işləyir. Yenə söydüm, üzrlü say. Ədi bilə. Ay öyle. Bu video. Bot uduzuram ya kişi. İsmail Efe bot uduzuram kişi. Bu ne demek? Digər. Buradasan? Yox, burada deyəsən. Aha, buradasan. 5 səviyyə və Thompson'un var ya. Gəl görüm nə qara bilərsən sən bu. Tarama belə ay kafa getmir bu da. Güllər solar, ətri qalar əllərimizdə. Nəğmə gedər, sətri qalar dillərimizdə. Ay blət! Allah haqqı belə şey olmaz ya. Firafar, qarana bilə. Niyə belə eləyirsən axı? Hə, dünənin oyuncusu bəxtəbəxt nə qədər kafalar atır kişi. Mənim kimi 3 ildir bu hesabda. Əslində normalda 2000 neçədən bəri oynuyordum. 2017-dən bəri oynayan oyunçu. 3 ilin hesabıdır da bu. 17-dən bəri oynayan oyunçu kafa ata bilmir kişi. Bəxtəbəxt bot kafa atır kişi. Bax. Oyun ucu mən mazgımı işləyirəm. Gedəcəm vuracam professional, nə bilim. Bot. Promo kafa atırıyor özdə. Gülümsə, top. Oy, o nə idi? O effekt təzə gəlib deyəsən oyuna. Kafa vuranda gördünüz nişancahı dostlar. Gəlsə seç qutar görək də nə silah seçsin. Ağac kakan. O bir nədir? Bir dənə də taramalı seçərsən sən. Yox, heç nə. Kişinin oğlu VS atandı da belə. İt balası kimi tarayır. Deməli,
flash mob kimi. Flashla bir dənə sənin. Allah, bax tarıyırsan, hə? Nə kayfı var taramağın? Hə, Allah tarıyıram, hə. Niyə boya ifadəsi çəkmək? Rövanş istə, bu nədir la? Təzə şeylər gəlir oyuna, başım çıxmır. Neyse dostlar, videomuz bu qədər idi. Videoyu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, gələn videolarımızda görüşənədək. Yəni son bu bağlanış ifadəsində çəkim çıxım. Bomba kimi.